Respublikamızın zengin təbii sərvətləri içərisində mədən suları da böyük yer tutur. Bu sulardan müxtəlif xəstəlikləri müalicə etmək üçün istifadə edilir. Kəlbəcər rayonundan 25 kilometr qərbdə, dəniz səthindən 2225 metr hündürlükdə çıxan isti su, Respublikamızdakı mədən sularından ən məşhurudur. Ərtər çayının sol sahilindən çıxan bu suyun 800-dən artıq mənbəyi vardır. İsti suyun hərarəti 58 dərəcəyə çatır. Bir çox xəstəliklərə şəfa verən bu suyun şöhrəti təkcə Respublikamızda deyil, vətənimizin başqa yerlərində də məşhurdur. Buraya hər il yüzlərlə zəhmətkeş müalicəyə gəlir. İsti su öz tərkibi və xəstəliklərə təsiri etibarilə dünyada məşhur olan Çexoslovakiyadakı Karlsvar mədən suyuna bərabərdir. Kəlbəcər rayonunun zəhmətkeşləri isti su kurortunun abadlaşdırılmasında xüsusi təşəbbüs göstərərək kurorta gedən yolları təmir edir və xırda bulaqların suyunu birləşdirirlər. Partiya və hökumətimizin qayğısı sayəsində isti su kurortu yaxın gələcəkdə daha da inkişaf etdiriləcək və bu kurort zəhmətkeşlərin ən çox sevdikləri sağlamlıq ocaqlarından biri olacaqdır.